Sinir toxumasının 1518 xromosoma malik olan hissəsində cəmi neçə akson vardır? Aksonların sayını tapmaq, neyronların sayını tapmaq deməkdir. Biz yenə götürəcəyik sinir hüceyrələrini də, sinir toxumasının hüceyrələrini də, somatik hüceyrə, bədən hüceyrələri buradakı xromosomların sayını 46 qəbul eləyib 1518-i bir hüceyrədəki 46 xromosoma bölməliyik. Bölək görək 1518 bölünsün 46-ya. Bu 33 elədi. 33-dən yenə biz neyronları çıxarmalıyıq. Yəni akson sadəcə neyronda var. Peyk hüceyrələrində yoxdur. Ona görə də 33-ü bayaqki qayda ilə 11-ə bölürük. 3 dənə neyron tapırıq. Yerdə qalan 30 hüceyrə isə, yəni neyronun 10 dəfə artığı isə peyk hüceyrələridir. Akson neyron eyni anlayış olduğu üçün ya da sayları bərabər olduğu üçün düzgün cavabımız burada olacaq. A variantı 3. 8-ci sualda vəziləri qruplaşdırmalıyıq. Daxili, xarici və qarışıq vəzilər verilmişdir. Yumurtalıqlar qarışıq vəzidir, yəni 1-3-ə gedəcək. Sadəcə bir variant da var, artıq burada tapdıq. Tər vəzləri xarici, ağız suyu vəzləri xaricidir. Epifiz qalxana bənzər daxilidir, yalnız qana ifraz olunur onların hazırladığı hormonlar. Toxumluqlar qarışıqdır, mədə-altı qarışıqdır, göz yaşı xarici, böyrək üstü və timus yenə daxili sekresiya vəzləridir. Fərqlər də nədən ibarətdir? Daxili sekresiya vəzləri sadəcə hormon hazırlayır və sadəcə qana ifraz olunur bu. Xarici sekresiya vəziləri müxtəlif axacaqlar vasitəsilə dəri səthinə, orqanların boşluğuna, bədən boşluğuna ifraz olunurlar və bunlarda hormon anlayışı ümumiyyətlə olmur, müəyyən seli, şirə, ferment ifraz edə bilirlər. Və yaxud da qarışıq vəzidirsə hər iki funksiyası var. Həm onlar hormonlar hazırlayırlar, məsəl üçün yumurtalıq toxumluqlar cinsi hormonları hazırlayırlar. Eyni zamanda onlar qametləri də əmələ gətirirlər və həmin qametlər onların xarici sekresiya funksiyası sayılır. Mədə-altı vəzi isə həm həzmdə iştirak edən müəyyən fermentləri hazırlayır, həm də insulin, glikoqon kimi hormonlar hazırlayır. Belə iki tərəfli olduqda da biz bunları təbii ki, qarışıq vəzi adlandırırıq. Düzgün cavabımız D variantı. Adi amöb kimi hərəkət edən qanın formalı elementi haqqında hansı ifadə doğru deyil? Amöbvari hərəkət, yəni yalançı ayaqlar əmələ gətirmək xüsusiyyəti ağ qan hüceyrələrində olurdu, leykositlərdə olurdu. Bu cür hərəkət edən leykositləri də biz ümumiyyətlə fagosit hüceyrələri adlandırırdıq. Çünki onlar qana keçən və yaxud da bədən orqanlar arasına, toxuma boş mayesinə keçən mikroorqanizmləri məhv edirdilər. Bu yalançı ayaqlarla əhatə edib udurdular. Yəni axtarırıq leykositlər haqqında yanlış fikri. Qana qırmızı rəng verən zülala malikdir. Bu hemoqlobində və təbii ki, leykositlərdə yox, eritrositlərdə olur. Doğru olmayan cavab A variantıdır. Fagositoz etmə xüsusiyyəti var, yad cisimcikləri məhv edirlər, rəngsizdir və nüvəlidirlər. Eyni zamanda ömrü bir neçə gün davam edə bilər. Bəli, biz deyirik, ən az yaşayan hüceyrələrdə leykositlər ola bilər, ən çox yaşayanda. Çünki onların müxtəlif növləri vardır. Biz sadəcə leykosit adı altında öyrənirik, amma bir çox formalar, bir çox növlərə ayrılır. Onlardan bəziləri bir neçə saat yaşadığı halda, bəziləri illərlə yaşaya bilirlər.